Dəyərli izləyicilər, belə böyük mətbəx hər mənzildə olmur. Yəqin ki, xüsusilə xanımlar daha çox bəyənəcək belə gözəl, geniş mətbəxi, yəqin ki, videodan da hiss edirsiniz. Mənzil özü də böyük mənzildir, 4 otaqlıdır. Yerləşməsi də yaxşıdır, binanın özü də yaxşıdır. Elmlərdə yerləşir, Renesans Palas yaşayış kompleksindədir. Mənzilin də çox gözəl, keyfiyyətli təmiri var, hər bir şey zövqlə yığılıb. Bunların hamısını mən video ərzində sizin nəzərinizə çatdıracağım. Siz də videonun sonuna qədər izləyin, mənzil haqqında da fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Başlayıram mənzilin giriş hissəsindən. Bura bizim giriş qapımızdır. Daxil olduqda sol tərəfdə bu hissələr böyük güzgü yerləşdirilib, dresar, döşəmə, qranit disli döşəmə ilə təchiz olunub, işıqlandırmasında lüstr, spot, trek işıqlar. Mənzil ümumiyyətlə işıqlı, gözəl, göz oxşayan mənzildir. Otaqların yerləşməsini deyim, orada artıq görürüz mənzilin mətbəxidir. Burada deməli əsas yataq otağımızdır. Burada ümumi sanitar qovşaqdır. Biri də yataq otağın daxilində. Burada gəldikdə deməli, bura bizim qonaq otağımızdır. Bu hissədə isə 2 yataq otağımız yerləşir yan-yana. Girişin bu hissəsində dolabımız yığılıb. Bunları da göstərdim. Sonra keçək otaqlara. Bu hissəyə paltar, ayaqqabı, istənilən əşyazı rahatlıqla yerləşdirə bilərsiniz. Keçək elə qonaq otağından başlayaq. Burada yaxından geniş qonaq otağımız var. Kvadrat şəklindədir. Dediyim kimi gözəl də təmir olunub, rənglər də hamısı bir-birinə uyğunlaşdırılıb. Bu hissəyə mebel dəstinizi istənilən zövq uyğun rahat yerləşdirə bilərsiniz, çünki otağın en uzunu ideal səviyyədədir. Bütün otaqlarda kondisioneri var, hamısı da Bosch markasına məxsusdur. Yəni mənzildə olan texnikalar da hamısı keyfiyyətlidir. Bu hissədə böyük TV stendimiz yığılıb. Aşağı hissəsi bu görünən hissələr və sağ-sol hissə, bunlar şkafdır, ora aksesuarlarınızı yerləşdirə bilərsiniz. Mebel işləmələrlə bəzəldilib. İstifadə olunan elektrik qutuları da hamısı da keyfiyyətlidir. Hər otaqdan eyvana çıxış var, bütün otaqlardan. Mərkəzdə gözəl lüstrumuz, spot, trek işıqlar, hər bir şey ideal səviyyədədir. Qonaq otağından məncə bu qədər bəs edər. Gəlin keçək, mən sizə göstərim digər otaqları. Birinci göstərim ümumi sanitar qovşağı. 2 dənədir, biri də yataq otağın daxilində, onu da göstərəcəm. Buranın gözəlliyinə siz bir dənə fikir verin. Genişliyinə, gözəlliyinə, maraqlı teksturalda qranitlər seçilib. Duş kabinimiz yığılıb, böyük ölçüdə divarçı unitaz, bu hissəsi. Yuxarı hissəsi şkafdır. Burada əşyalar yerləşdirmək imkanınız var. Gözəl də moydadırımız. Bunların hamısını göstərirəm ki, mənzil haqqında tam təsəvvür formalaşsın sizdə. Buranı göstərdiyim gözəl, geniş, böyük mətbəximiz. Girişdə olan isti döşəmə burada davam etdirilib. Buradan da mənzilin eyvanına çıxış var. Bütün texnikalar da yerləşdirilib. Görürsünüz, 2 qapı soyuducumuz, sobalar hamısı Bosch markasına. Burada qabyanımız da var. Paltaryan da var, onu da göstərəcəm yerini. Böyük mətbəx mebelimiz var, görürsünüz, şkaflar da kifayət qədərdir. İçərisini də göstərdim. Üstü sinəliyə mərmərdir. TV, internet çıxış hamısı nəzərə alınıb. Bu hissəyə 8 nəfərlik, bəlkə 10 nəfərlik də masanızı rahat yerləşdirə bilərsiniz və burada da kondisioner var. Tavan hissəni ümumi olaraq görsədə işıqlandırma haqqında məlumat olsun. Buradan da kifayət edər. Keçək mənzilin əsas yataq otağına. Bayaq göstərmişdim, gəldikdə solda yerləşir. Ölçü olaraq yaxşıdır. Buradan da mənzilin eyvanına çıxış var, bir böyük eyvanına. Burada yerləşməyi sizin nəzərə çatdırım. Deməli, taxtın yeri bu hissədə nəzərə alınıb. Bura yerləşdirəcəksiniz. Təşkil işıqlar, kondisionerimiz, TV, internet çıxış isə bu tərəfdə nəzərə alınıb. Gözəl də divar kağızları seçilib. Bu yataq otağımızın daxilində yerləşir. Növbəti sanitar qovşağımız. Buranın da öz gözəlliyi var. Burada da fərqli teksturalı qranitlər. Divarçı unitazımız, yuxarısında şkafımız. Bunlar önəmlidir, əşyalarınızı yerləşdirmək üçün. Geniş ölçülü də duş kabinimiz var. Bütün aksesuarlar da divar içidir. Və keçək, mən sizə göstərdim digər yataq otaqlarını. Sonra qiymət və digər məlumatları nəzərinizə çatdıracağam. Və bu hissədə yerləşir. Deməli, paltar yuyan qurudan burada yerləşdirilib. Şkaflar da yığılıb yuxarı hissəsinə. Burada paltarlarınızı yerləşdirə bilərsiniz. Və burada deməli yerləşir ikinci yataq otağımız. Ev çox genişdir. 181 kvadrat ölçüsü, onu gəzməklə bitmir. Buradan da eyvanımıza çıxış var. Yerləşmə belədir. Taxtımızın yeri burada nəzərə alınıb. Arxa hissəsində gözəl lepka işləmələr. Bura işıqlar yerləşdirilib. Eyvana çıxışı qeyd etdim. Pərdə, lüstr, hər bir şey qaydasındadır. Burada şkafınızı rahatlıqla yerləşdirə bilərsiniz. Keçək 3-cü otaqda göstərdim, sonra keçək məlumatlara.
Üçüncü otağımız da buradadır. Ya da qapılar da hamısı yığılmadır, keyfiyyətlidir, boyadır, onu nəzərinizə çatdırıram. Buranı istəsəz uşaq otağı kimi, istəsəz böyük yataq otağı kimi istifadə edə bilərsiniz. Bu sizin istəkdən asılıdır. Buradan da eyvana çıxış var. Taxtın yeri bu hissədə nəzərə alınıb. Yəqin ki, artıq təsəvvür etdiniz. Gözəl bura işıqlar yerləşdirilib. TV internet çıxışda burada nəzərə alınıb. Belə, mən demək olar mənzildə nə var, nə yox, hamısını sizin nəzərinizə çatdırdım. Keçirik məlumatlara. Mənzil yerləşir Yelimlərdə, Renesans Palas yaşayış kompleksində. Geniş 4 otaqlı mənzildir. Gözəl də proyekti var və ən əsası keyfiyyətli təmin olunub. Onu xüsusilə qeyd edim sizə. Sənədlər qaydasındadır çıxarış, yəni kupça da var. Deməli, yerləşir 17 mərtəbəli binanın 13-cü mərtəbəsində. Mənzildə texnikalar yerləşdirilib, məişət texnikaları sadəcə mebelləri yerləşdirib, yaşamaq qalır. Və mənzilin də stat olaraq qiyməti 897 min manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.